biz heç nədən qorxmurduq, çəkinmirdik. Yəni, mühasirədə də qaldıq. Şükür Allaha, yəni bizə dəstək gəldi. Mühasirədən çıxdıq. İrəli, irəli! Gir, gir! Döyüş yoldaşlarımın biri Şahbatov Səfaləddin var. Mənim döyüş yoldaşımdır. Onu düşmən bizim yanımızda, mənim yanımda binokulla baxdığı yerdə düşmənə. Binokul erməni əskəri düz ağzından vurdu snayperlə döyüş yoldaşımız. Düz güllə arxadan çıxdı. Yəni bəzi yoldaşlarımız, bəzi döyüş yoldaşlarımız vardı. Yəni qorxuya, şüqaniyə düşürdü. Mən o hissləri çox yaşamışam. Yəni necə deyim, aprel döyüşündə də, ondan qabaqda döyüşlərdə də